övladlar, əziz oğullar, axşamınız xeyir olsun. Bugün biz bir əlamətlər günü üçün başlayırıq. Bizim ailənin ən xoş, ən sevinçli günlərdən biridir. Elə ki, qardaşım Xəzər Eminoğlu'nun bugün 60 yaşı tamamı, yubileydi. Gəlin onu 60 yaşı tamam olması münasibətilə ürəkdən təbrik edək birazdan. Xəzərin həyatı barədə qısa məlumat verim, sonra sözü hörmətli Sabir Məhəmməd Mahalının Qubadlı rayonunun Mahmudlu kəndində dünyaya göz açdı. İlk təhsilini Mahmudlu 8-ci məktəbində aldı. Sonra 2009-10-cu sinifi Qubadlı şəhərində yerləşən Qara İlyasov adına Qubadlı şəhər tam orta məktəbində aldı. O həmin məktəbdir ki, təkcə məktəbin 5 milli qəhrəmanı var. Yüzlərlə şəhidi var. Bəlkə də dünya tarixində elə bir orta məktəb yoxdur ki, həmin məktəbin 5 milli qəhrəmanı olsun. Daha sonra Xəzər Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub, dram kino aktyoru fakültəsinə. Təhsilini yarımçıqla hərbi xidmətə gedib, Sovet ordusu sıralarında xidmət edib, oradan qayıtdıqdan sonra təhsilini başa çatdırıb və həmin institutda qalaraq müəllimlik edirdi. Daha sonra Azərbaycanda demokratik hərəkat başlayanda demokratik hərəkata qoşulub, sonralar Dünya Azərbaycanlı Kongresinə bir sıra mühüm vəzifələrdə olub, təşkilatçılarından biri olub, yaradıcılardan biri olub və hal-hazırda da oranın fəal üzvüdür. Xəzərin dostları burada iştirak edir, hörmətli xalq şairimiz, şöhrət ordenli Sabir Rüstəmxanlı, Niyamətli müəllim, hörmətli xalq artistimiz, şöhrət ordenli Niyamətli müəllim, Qubadlı rayon icra hakimiyyət başçısının 1-ci müavini Allahverdi müəllim və digər möhtəbər qonaqlarımız iştirak edir. Xəzəri biz ayda ildə bir dəfə görürük, amma sadalarım, yoldaşlar demək olar hər gün Xəzəri görür və Xəzər haqqında müfəssəl məlumatları var. Əziz qohumlar, əziz dostlar, əziz sirdaşlar, hamınızı xoş gördük. Mənim adımdan, ailəmiz adından, nəslimizin adına, bura gələnlərə hamıya xoş gəlmişsiniz deyilən öz tərəfimdən. Şübhəsiz, burada oturan elə bir şəxs yoxdur ki, onun hansısa bir ailə tədbirində ya hansısa bir tədbirdə, çıxışda iştirak eləməyim onlarla bağlı. Amma bugün sizlər buradasınız, mənim üçün də bir əlamətlər gündür. Hamınıza təşəkkür edirəm ki, təşrif buyurmuşsunuz, gəlmişsiniz, mənim bu yubiley günü şərəfinə toplanmış bu məclisdə sizlər də varsınız. Nə yaxşı ki, sizlər varsınız. Nə deyə bilərəm? Burada bizim sənətimizin, sözümüzün, ədəbi camiyəmizin ən zəngin insanları əyləşirdi. Amma istəyərdim əgər bu bir məclisdir, Azərbaycan nətər deyirlər, dünyasında tək burada yox, bütün dünyada yaşayan Azərbaycanlarda biz artıq bir adət, ənənə halını alıb ki, son 5 ildə ilk növbədə Azərbaycanımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunu və bizim ağsaqqallarımız, ağbərçəklərimizin, müəllimlərimizin ruhunu və Ulu Öndər Heydər Əliyevin ruhunu bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin, məkanları cənnət olsun və Azərbaycanımızın himni ilə bu tədbirimizi açılır. Buyurun.
sağ olun, var olun. Və mən istəyərdim ki, bugünkü tədbirin açılışını bizim ədəbiyyatımızın ağsaqqallarından, deyərlər, poeziyamızın, nəslimizin ağsaqqallarından və təşkilatımızın başqanı olan Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir bəy Rüstəm xanını ailəmizin də yenə deyirəm, ən sevimlisi və atamın adaşı. Buyursun Sabir Rüstəm xanım. Çox sağ olun. Əziz dostlar, Xəzəri sevib onun məclisinə yığışan çox hörmətli qonaqlar. Xəzər bugün bu məclisə başda Rabiət Müəllimov olan Qubat cəmaatının və Qubat cəmaatının və qohumlarının nümayəndələri gəlib, onlar dəvət edir. Düzdür, mənə dedi ki, biz bəlkə özümüz ayrıca yarışaq və biz Dünya Azərbaycanlıları Kongresi olaraq onu cümleyini qeyd edəsək, Bakıda şübhəsiz biraz fərqli olardı, amma bugün biz bu məsələni Sumqayıtda qeyd edirik, ailə üzvlərinin arasında. Xəzərə deyiləm zarafatda, mən bugün heç qayıtmağı düşünmürdüm, amma tarixləri sərf salmışdım. Tezdən Zaqataladan çıxıb gəlmişəm, bütün yolu yağış, ondan sonra orman, gün, bütün təsirlər qarışmışdı bir-birinə. Amma dedim Xəzərin özü saat 4-dən, axı 4 nə günortadan axşam. Bilmirsən, bilmirəm, niyə 4-ə salıb, amma gəlib 4-ə çatmaq lazımdır gəlmişəm. Çünki mən də oradan Xəzəri çox istəyirəm, Xəzər son dərəcə etibarlı bir adamdır. Son dərəcə, belə deyim ki, həm sənət fədasıdır, əslində onun şeir oxumağı, vaxtı üçün o çox onunla məşğuldur, biraz azaldıq onu. Amma həm də ki, Dünya Azərbaycanlıları Konqresinin dünyada yaşayan müxtəlif ölkələrdə Azərbaycanlıların bir araya yarışması sahəsində onun xidməti çox böyükdür. Mən deyim ki, Dünya Azərbaycanlıları Konqresinin həm axiri, Xəzər həm onun axiridir, həm onun yaddaşıdır. Bizim hamımızın çoxumuzun yadımızdan çıxan şeylər onun yadındadır. Bizim o qruplayların ən faal üzvlərindən, iştirakçılarından biri və Dünya Azərbaycanlıları Konqresinin fəal təşkilatçılarından biri Rafiq bəy burada əyləşir. Uzaq Yakutiyadan durub gəlirdi Avropaya, Avropada bizim qurultaylarımızda iştirak edirdi. O cür fədakar insanlar çoxdur. Burada görürsən, 5 adam bir yerim olmur, amma Avropada, Amerikada, dünyanın müxtəlif ölkələrində biz çox böyük qurultaylar keçirmişik. Rafiq mənim də orada həmişə fəal olub. Amma onların bu məsələlərin həmişə başında dayananlardan bir Xəzərdir. Xəzər indi də hər yerdə Dünya Azərbaycanlıları Konqresinin adından danışır, onun xatibindən danışır. O gün televiziyaların hansındasa çox gözəl bir verişi vardı. Orada da bu barədə ətraflı danışdı. Kiminsə indi hər bir cür baxa bilər, amma təəssüf ki, bizim millətin təşkilatlanması çox çətindir. 5 adam bir yerə yığmaq olmur. O ki, qaldı dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanlılar, məsələn, biri vardı, Kaliforniyadan Əli Nəzmi ilk qurultaylarda bütün Azərbaycançı kimi çıxış edirdi. Amma bu yaxında bir də gördüm ki, Trump'a məktub yazıb. Trump Azərbaycandan İlham Əliyevdən şikayətlənir ki, bunlar İranın bütövlüyünü pozmaq istəyirlər. Özü bizim aramızda ki, bütün Azərbaycançı kimi danışırdı. Mən də ona, sən oxudun, bilmirəm, oxumadın. Mən ona çox möhtəşəm bir məktub yazdım və sən dünəndə kimi bilirdi, axsaqqalsın. Sonra mənim olur ki, bu İranda bunun nəsli böyük torpaq sahibi olur. Bu bir şəbəbi söyür.
Qiyamani söyür. Səni də bir şəvər bu torpağını alıp milliləşdirib, ideya kimi yarın əsildən artıqdır, onun davasını aparır, təsəvvür deyirsən. Belə bir şəraitdə ki, Azərbaycanları bir araya getirmək çətindir. Xəzər həmişə o işin içində olub, ağır günlər yaşamışıq. Hətta təyyarə qəzası olub ki, düşünmüşük, biz də burada partlayıb, təyyarə gelib, nə qədər biz aşağı, amma sonra təsadüfən dayanıb. Radar etib, motorun bir sıradan çıxıb, nə təzdən qaytarıb bizi Pragaya, ondan sonra ölümdən şeydə İlhamiyə də Xəzərin dostu oturub, ben de bunun görüp oturup kəlmə-i şəhadətindir. Kitabı açıb okuyorum. Ömründə kəlmə-i şəhadət bilməyən hamısı eşmişdilər. Bu adam deməli yaşamışız bir yerdə. Xəzərin rəhmətli adası, mən onu görmüşdüm, sabimədim. O da mənə deyildi ki, o da hələ cavanlıqda, mən Xəzərdən, mənim 60 yaşımda Xəzər cavan oğlanında çıxış edeyim orada. Mənim məclisimə aparanlardan biri olub. Sabir mənə deyildi ki, bunu qoyma səndən ayrılsın. Çox etibarı yoxdur deyə bu məndən üçün olabilir. Deyildi ki, qoyma ayrılsın səndən və elə bir çox vəsiyyət bugünə qədər mənim dəvrimlərdə o nəsiyyətidir. Vəsiyyət deyildi, amma elə vəsiyyət kimi yadında qalmış ki, adam bir yerdə çörək kəsdi, ondan sonra gidiş gördü, onu gələk ağıra kimi ona sadiq qalsın. Bir şey də deyim ki, takıb birləşdirib, yəni onun yüksək inkişafına nə qədər xidmət edibsə, takın dağıdızırlar o qədər. Takım işte dedim, ilk dəfə 2 pay salambasının bir ömrəsi Xəzərin evində var. Neyse o da bir şeydi, o yağı üstəçən ayranı olan, ayrılmalı olsun, o resmeyle karşısına olmaz. Xəzər bəy yaxşı mədəniyyət xadimidir. O qabilin bir adsız buraqlar şehri vardı. O qədər ülkələrimizdə buraqlar var ki, İsa burağı o qədər təriflənir. Gedin Kərbəzəlin, Laçının, Qubadının dağlarında onlarla buraq taparsınız ki, İsa burağının yanında, yəni belə ciddi bir, elə bizim yardımının dağlarında. Yəni bu Xəzər o adsız buraqlardan biridir əslində. Sənətə, mədəniyyətə, özünü gözə soxmadan və bəlkə də orada sərf edib biraz, yəni daimi xidmət edib. Bu bizim təəssüf ki, mədəniyyət sahəsi Azərbaycanda bugün mən qeybət qılmaq istəmirəm. Köhnə bir nazirimiz var idi, Əlifəz Qalək. Bugün mən dedi ki, yaxşı islahat aparıram mədəniyyət sahəsində. Dedim, xeyir olsun. Dedi, kitabxanaların yarısını ixtisar edirəm. Dedim, bu islahatdır. Cəmaat rayonlarda kitabxana da olmayandan sonra həkim olması, müəllim olması, kitabxana olması, nə olacaq? Son dəfə dedim, ayıbdır, bu nə demədim, indi mən istədim. Dedim, necə, kitabxanaları ixtisar edim buna. İndi bizim baxın, mədəniyyət sahəsində çoxlu şeylər var, çatışmazlıqlar var. O çatışmazlıqlardan biri də mədəniyyət sahəsində çalışan adamların hərisinin öz layiqli qiymətini verilməsidir. Azərbaycan televiziyaları doludur, millətin mənəvi dünyasını pozan, ona cəmaatın əsəblərimizlə oynayır, hamının əsəbi bu cür adamlarla. Amma mədəniyyətə bağlı olan insanlar da var ki, öz dəyərini almıyorlar. 60 yaş əslində qabil deyildi ki, 60 yaş qocalığın gəncliyidir. Yəni, əslində 60 yaş gənclik, mən xatırlayırım 60 yaş, 60 yaş da ondan da gənclikdir. Amma onu belə gənc içində yaşayarsan, öz imkanlarını, öz millətə vermək istədiyin bütün şeylərin ən vacib vaxtıdır. Məsələn, darıçın böyük iş görə bilərirsə də indi görməliyik. Mən deyil, onun vaxtıdır. Mən Xəzərə can sağlığı arzulayıram. Bəzən o həmrəliyindən belə deyərdim, hərəkətsizlikdən biraz xəstələnir, çox fəal olmalıdır.
Ondan sonra can sağlığı arzu edirəm. Övladlarına xoşbəxtlik arzu edirəm. Biz indi Güya Azərbaycan Dövlət Respublikasının himnini oxuduq, biz oxumurduq. Xəzərlə oxuyurduq dünyanın o bir başından. O da balaca vaxtından, mən demişəm, sən elə ən gənc dağçı sənsən. Dünya Azərbaycanlar Kongresinin üzvüdür. Gəlmişdi bu yaxınlarda. Son dərəcə istedadlı, son dərəcə gözəl bir oğlandır. Bütün İngiltərə, məncə İngiltərədə o Azərbaycanın səsidir, Kürd səsidir və hələ də orada tanıtılacaq bizim mədəniyyətimizi, musiqimizi. Umay oturub burada, onlardan balaca uşağı dedik, başarılı, gözəl qızdır. Yəni Xəzər həm də yoldaşının Samra xanımın hesabına o həm də öz onların tərbiyəsi, ailə sistemi bu iki uşaqdan elə görülür. Onların istedadından, onların tərbiyəsindən, onların özlərinə baxmasından hər şey görülür. Xəzər belə gözəl bir həm də ailə başçısıdır. Mən ona da, ailəsinə də can sağlığı, xoşbəxtlik arzu edirəm. Qardaşlarına bizdən elə o təyyarə Nəzər, o da bizdən çox Dünya Azərbaycanlar Kongresindən əziyyət çəkir. Xəzərə can sağlığı, təbrik edirəm onu. Allah qismət eləsin, günlərin birində elə gedib Qubadlıda da onun bir ad gününə inşa. Hökmən deyil, göbləy olsun. Mən təşəkkür edirəm Qubadlıların icra hakimiyyətinin mavini buradadır. Sağ olsun. O da onun rəsmi münasibətdir. Qubadlı bizim sevdiyimiz rayonlarımızdan biridir, şükür azad olur. Böyük ziyalılar yetişdirmiş, böyük sənət adamlar yetişdirmiş, belə igid adamlar yetişdirmiş bir rayondur. Xəzər də onlardan biridir. Can sağlığı təbrik edir, bu qədər. Biraz çox danışdım, başlayalım.